maraqlı edən həm Turanın qolu oldu, həm də futbolçuların qolu necə qeyd olunmasıdır. Keçən həftə məşhur Gangnam Style mahnısından bir rəqs ifa etdilər. Bu dəfə də popular bir mahnıdan bir rəqs göstərdilər bizə. Tək Turan futbolçuların vurduğu qolları tez-tez olsun ki, biz yeni tək elə bu rəqsdə oynadıqları kimi meydanda oynasınlar futbolu. Bəli ki, pis oynamırlar. Uğurlu nəticələr əldə etməyə başlayıb. İlk təhlükəli hücum Turan komandasındandır və görüşün 24-cü dəqiqəsində Murad Ağaçiyev hesabı açır təcrübəli futbolçu. Qapı qarşısına ötürməni iti bucaq altından dəqiq zərbə ilə tamamladı Murad Ağaçiyev. Every day I'm shuffling. Doğruldur. Ancaq Turan komandası sona qədər mübarizə aparır və hakimin əlavə etdiyi 4-cü dəqiqədə hesabı bərabərləşdirirlər. Bu dəfə qolun müəllifi Aleksandr Kurtskeviçdir. Müdafiəçi bu epizodda fərqlənir və Tovuz şəhər stadionunu ayağa qaldırır. Chorando estará